Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Cavadxan qəsəbəsinin, yəni avtozavodda bax qarşıda gördüyünüz 4,6 sot torpaq sahəsi satılır. 20 metr enidir. 23 metr isə bax bu istiqamətdə uzunluğudur. Yol buradan olacaq. Düzdür, hal-hazırda səliqəsizdir. Qarşıda deməli traktoru görürsünüz. Bax həmin traktor gəşləmir. Ona görə bax belə bir vəziyyətdə qalıb. Ancaq deyilənə görə sabah yaxın günlərdə burada səliqə səhmanına salınmalıdır. Yəni traktor başlayıb işləməyə, bu cür deyildi. İndi yenidən həmin torpaq sahəsinin ərazisini göstərirəm. Torpaq tökmə deyil, bunu mən sizə görmək mümkündür. İndi bax həmin torpaq sahəsinin ərazisini mən sizə göstərirəm. Yəni gördüyünüz kimi bax bu qarşıda gördüyünüz yer tökmə torpaq deyil. Bir maşın çaydaşı bu torpaq sahəsinə aiddir. Sənədi sərəncamdır. Arxiv araşdırma var. Peykdən konkretin bu torpağın çəkilişi var. Gördüyünüz kimi şəhərə ən yaxın torpaqlardan biridir. Demək olar ki, ən yaxınıdır. Bax bu istiqamətdə avtozavod yolunda yerləşən svetofor yerləşir. Həmin svetofordan bu torpaq sahəsinə qədər olan məsafə maksimum 300 metrdir. Yəni Ova marketin yanından gəlmək mümkündür. Yenidən torpaq sahəsinin ərazisini göstərirəm. Bax 4,6 sot torpaq sahəsinin qiyməti 18.000 manatdır. Qiymətində safsen bir balaca razılaşma olmalıdır. Sizlərə uğurlar.